Herkese salam. Bugünkü proqram haqqında sizə bir neçə izah verəcəm. Belə bu toyuq fermasıdır. Burada toyuq fermasında bunlar mənim aldığım toyuqlardır və cücələrdir, xoruzlardır. Belə deyim sizə. Demək, başlayaq buradan. Profilim yuxarıda sol küncdədir, görürsüz. Bu mənim ID'mdir. Referral linkini İstəyirsinizsə buradan götürəcəksiniz. Çıxarış və yatırım buradandır. Toyuqları almaq buradandır və günlük girişləri buradan edirsiniz. Burada yumurta verilir və burada Telegram qrupudur. Yəni saytın Telegram qrupudur. Birinci növbədə sayta qeydiyyatdan keçdikdən sonra linki aşağıya atacağım. Açıqlama bölməsində olacaq və kommentdə də atacağım. Oradan rahat götürə bilərsiniz və orada bizim azbuzanların olduğu qrup var. Onu da paylaşacağım ki, rahat oradan girib məlumatlar, suallarınızı verə bilərsiniz. Hər şey öyrənirsə, bunu tərcümə edeyim, rahat olsun. Tərcümə edəni basırsınız. Belə. Qeydiyyat. Qeydiyyatdan keçdikdən sonra, qeydiyyatdan keçmək rahat deyil. Rahatdır, daha doğrusu rahat deyil deyilmə. Yəni linkə basırsınız, Gmail-dən qeydiyyata keçirsiniz. Hal-hazırda 4 gündür mən bunu istifadə edirəm. Hər gün üçün bir dənə yumurta verir. Yumurtalar da daha sonra nə edir? Burada girirsiniz, alış-veriş yerlərini məhsullardan alırsınız və burada satırsınız. Məsləhət görürəm ki, birinci bura girin açıldıqdan sonra. Məsələn, girək bura. Bunu bir dənə tərcümə edək. Dəyişmədi. Burada görürsünüz 23 dənə bundan istəyir. Yumurtadan. Bu yumurtadan istəyir. Qiyməti 0.08 sentdir. Və burada bonusları var. Gördünüz bonuslar. Burada 0.0 yazır. Məsələn, elə məhsullar var ki, onlara əlavə bonuslar verir. Hal-hazırda burada bonuslar qutarıb. Bir də görürsünüz 10% verir, 5% verir. Yəni müəyyən məhsullar olur, bunlara artıq faiz verir. Bu yumurtanı hazırlamaq üçün deyək ki, soyutma yumurta istəyir, 23 dənə, 13 dənə hazırlamaq üçün nə edirsiniz? Qayıdırsınız əvvələ, bura girirsiniz. Sizə verilən yumurtadır. Məsələn, bir dənə yumurtam var, mən bunu saxlayıram hələ də, o birisi toyuqlar yumurtalar versin, ondan sonra 7 sentədir. Yəni bir dənəsi 7 sentədir, orada 8 sentdə satacaqsınız. Burada üstünə basdıqda ildırımın işarəsinin üstünə basdıqda bu yumurtanı verib bundan pişirir. 5 dəqiqə vaxt ərzində pişirir və uçur aşağıya, buralara. Ondan sonra 5 dəqiqədən sonra bunları götürürsünüz. Hamısının vaxtları var. Məsələn, 1 yumurtaya hazırlayır bunu. 5 dəqiqəyə hazırlayır, tempo yazılan yerdə və 7 sentdir. 3 yumurtaya hazırlayır, 8 dəqiqəyə hazırlayır və 21 sentdir. Belə. Daha sonra girirsiniz bu hissəyə. Yox, daha sonra qeydiyyatdan keçəndən sonra girirsiniz bura, market hissəsinə. Burada sizə 2 dənə toyuq verəcək pulsuz olaraq. Bir də buradan verəcək, götürəcəksiniz. Burada toyuqların qiymətləri, hamısı məlumatları burada var. Mən məsləhət görürəm ki, birinci toyuq alasınız. 2 toyuq ala bilərsiniz, ya 1 toyuq ala bilərsiniz, ya da ki 2 toyuq, 1 xoruz ala bilərsiniz. Mən belə aldım, çünki bir xoruz 50 dollardır. 2 dənə mayalanmış yumurta verir. O yumurtadan cüzə çıxır. Cüzə də xoruz da çıxa bilər, toyuq da çıxa bilər. Və hər gündə 75 sent pul verir sizə. Toyuq isə hər gün sizə 4 yumurta verir. Bu da ki 1 dollaradır. 5 gündən sonra toyuğa çevrilmə ehtimalı 30%-dir. Xoruza çevrilmə ehtimalı 5%-dir və yaxud da ölə bilər. Yəni ümumilikdə 35% hansı bir toyuq ya xoruz ola bilər, amma ölmə ehtimalı 65%-dir. Danada da eyni qaydada gedir. Burada qiymətləri artıq da öküz, inək var məsələn 40 dollaradır. Müddəti 360 gündür. Öküz var. Mən də bir müddət pul yığandan sonra bu inəyi almaq istəyirəm. Planımda odur. İnək 4 dənə süd verir. Öküzdə isə 200 dollardır. 285 dollar verir və 2 dənə də bala verir, dana verir. Dana da inək də ola bilər, öküz də ola bilər. Bu belə. Maya dəyərini çıxartmağı hesablayaq. Məsələn, bundan öküzdən mən hesablama aparsaq 285 verir də günə bu gündəlik. 285-dən 20 gün yox, 100 günə. Burada öküzdən düzgün hesablamaq. 100 günə. Burada harcı 20 günə mayanı çıxardırsınız. Elə hesablamışdım.
20 günə mayanı çıxardırsınız. Bu hissədə girirsiniz bu hissəyə, cüzdan olan. Burada depozitor yazır, yəni bunu dəyişə də bilərsiniz. Əgər tərcümə yoxdursa, depozitor əmanətə basırsınız. Məbləği yazırsınız və create edirsiniz, sizə hesab verir. O hesabı Binance-a girirsiniz ya da hansı birja varsa o birjaya girib oradan köçürməyirsiniz, gəlir düşür bura. 0,5%, 0,5 sent 50 sent şey tutur, komissiya tutur. Qrupa daxil olur. Bu onların qrupudur. Girib baxa bilərsiniz. Altda həm də öz qrupumu da paylaşacağım ki, orada çox vaxtca yeni olanlar, videosunu çəkməsəm belə, yeni olan sistemləri birinci ora atıram, ondan sonra biraz yoxlayıb, belə deyim sizə, paylaşım edirəm. Çəkim etmək də çətin deyil, çəkimi də çox rahatdır, çəkim də eyni qaydada bura girirsiniz. Buradan çəkim edirsiniz. Nə qədər məbləğ, hamısını çəkim edirsiniz. Göstərir, yəni tərcümə edin. Minimum çəkim 10 dollardır. Daha sonra dostlar hissəsi bura daxil olursunuz. Komissiyalar bu vəziyyətdədir. Birinci leveldən 10%, ikinci leveldən 3%, üçüncü leveldən 1%. Bu bir dəfə verilən komissiyadır. Yəni sizə bir dəfə verilir və onu götürürsünüz. Burada biləcəyiniz yerlər daha hansılardır. Yəni bu qədər sadə. Bir də izah edeyim. Gündəlik bura girirsiniz. Buradan girib yumurta götürürsünüz. Və hər gün gəlib aşağıda. Gün tamam oldu. 24 saatdan bilmə. Sizin 1 saat 50 dəqiqə qalıb. Yumurtalar yığılır bura. Yumurtaları buradan götürürsünüz. Hamısını bir də toyuq almışsınızsa xoruz. Burada 0,75 sent göstərir, onu götürürsünüz. Toyuqlarınız, xoruzlarınız hamısı burada göstərilir. Nəyiniz var? Mənim bir xoruzum var, 7 dənə toyuğum var, 6 dənə cücəm var və 6 dənə də yumurtam var ki, bunlar cücə olacaqlar. Onlar da saatları burada göstərir. Məsələn, 2 saatdan sonra biri olacaq, bir gündən 5 saatdan sonra, 2 saatdan sonra biri, 2 gündən sonra biri. Xoruz 2 saatdan sonra yenə yumurta verəcək və 75 sent verəcək. Cücələr bir gündən sonra ya toyuq olacaq, ya xoruz olacaq, ya da ki öləcəklər. Toyuqlar eyni zamanda, eyni 1 saatdan sonra, 2 saatdan sonra yumurta verməyə başlayacaq. Hər toyuq mənə 4 dənə yumurta verəcək. 4 dənə yumurtadan hesablayanda günə nə qədər edir, onu mən bir dənə sizə göstərim. Deməli, bir yumurta 0,08 sentdir. Hesablamanı bir dənə tapım. Mənim var 5 dənə toyuğum. 7 dənə toyuğum. 7 vurulsun 4. 28 yumurta edir. O da vursun 0,08. Günə mən 2,24 sent götürürəm də. 2,24 sent hər gün. 2,24 sent. Bu da 10 günə 22 dollar. Bir aya 60, 70. Hardasa bir aya mayanı çıxardırsınız. Və bir aydan da tez. O da baxır sizin referallara, yatırımlara. Belə. Biraz uzun müddətli gedəcəyinə inanıram. Bura digər toyuq ferması kimi, ona görə bunu sizə paylaşıram. Gündəlik bura girdiniz, götürdünüz yumurtanızı. Buradan aşağıdan yumurtalarınızı götürdünüz. Buradan da xoruz almışsınız, sentinizi götürdünüz. Daxil olursunuz bura, nə istəyir, nə tələb edir, neçədən istəyir, onu baxırsınız. Sonra girirsiniz bu hissəyə. Buradan alırsınız yumurtalarla. Daha sonra buradan həmin yığırsınız. 5 dəqiqə sonra hazır olur. Sonra girirsiniz burada satırsınız. Daxil olursunuz bura. Venderi basanda satırsınız, gedir. Gündə bir dəfə satmaq olar. Yəni bir dəfə ondan alıb bir dəfə sata bilərsiniz. Daha sonra təzəniz eləmək olur. Ona görə baxın, hamısını dəqiqləşdirin, ondan sonra eləyin. Buradan girəndən sonra birinci dəfə qeyd etdən ki, siz bu store yerindən, evdən 2 dənə pulsuz toyuğu götürürsünüz. Buradan cüzdanda məbləğ əlavə edib məbləğ çəkə bilirsiniz. Amigos'da dostlarınızdır. Burada kopya edirsiniz, linki paylaşırsınız. Linki mən aşağıda paylaşacağım. Qeydiyyatdan keçərsiniz. Bu qədər sadə. Bəyənməyi və like
bəyənməyi və komment yazmağı unutmayın. Suallarınız olsa verin, orada çalışacağım cavablayım. YouTube'da çalışacağım cavablayayım. Sağ olun. Bir arada sağ olun deməmişdən qabaq, bu yatırım məsləhəti deyil. Yəni bunun məsləhəti öz sizdədir. İstəyirsiniz eləyin, istəyirsiniz eləməyin. Seçim sizindir.